Salam əziz üçüncülər, hörmətli valideynlər. 3-cü sinif riyaziyyat dərsindən izahlarımız davam edir. Mövzumuz 39-cu mövzu ədədin hissəsi. Keçən dərs biz kəsr haqqında danışdıq. Dedik ki, kəsr tamın hissələridir. Əgər biz tamı müəyyən hissələrə bölürüksə və bu hissələrdən neçəsinin rəngləndiyini, neçəsinin götürüldüyünü, neçəsinin istifadə etdiyini kəsr xətti və bu kəsr xəttində olan məxrəc və sürətin köməyi ilə göstərmiş olurduq və ümumilikdə bu kəsr adlanmış olurdu ki, deyir ki, kəsr tamın müəyyən hissələridir. Bu günləri ədədin hissəsini tapırıq. Əgər ədədi və ya tamı bir bütöv götürmüş olsa, onu hissələrə böldükdə, yəni məxrəcdə onu neçə bərabər hissəyə böldüyünü göstərmiş oluruq. Ondan neçəsinin istifadə olunduğunu, yəni ədədin hissəsini göstərmək üçün sürətdə qeyd etmiş oluruq. Fikir verin, araşdırma və müzakirə bölümünə baxaq. Yazır ki, Lalə düzəltdiyi qolbağa 9 muncuq düzdür. Muncuqlardan 4'ü sarı, 5'i isə qırmızıdır. Deməli, ümumilikdə 9 bərabər hissədir. Yəni, qolbağı bir tam olaraq götürmüş olsaq, bunu 9 hissədən ibarət olduğunu görürük və bu 9 hissədən 4'ü sarı, 5'i isə qırmızıdır və suala cavab verir. Sarı muncuqlar bütün muncuqların hansı hissəsidir? Bütün muncuqlar 9 hissədir və sarılar bunların 9'da 4'ü etmiş olur. Və biz bunu yazmaq istəyiriksə, gəlin buradan göstərək. Məsələn, 9 hissədirsə 9'da, yəni burada yazmış olur. Neçə bərabər hissə oldu? 9 bərabər hissə. Bundan neçəsi sarıdır? 4 dedik. 9'da 4'ü sarı etmiş olur. Qırmızı muncuqlar bütün muncuqların hansı hissəsidir? Bütün muncuqlar 9 hissədən ibarətdir. Bu 9'dan 5'i qırmızı olduğuna görə 9'da 5 kimi yazmış olar. Öyrənmə bölümünə fikir versəniz, orada da sizə məlumat verir ki, deyir, əşyalar qrupunu bərabər hissələrini kəsrlə ifadə etmək olar. Bunun üçün deyir ki, bütün əşyaların sayı tam kimi götürülür, tam kimi qəbul olunur və onun hissələri tapılmış olur. Və burada da müəyyən bayraqlar düzəldilib, belə deyək də, rəngli bayraqlar düzəldilibdir. Cəmi 7 bayraq var, yəni 7 hissədir. Bunun 3'ü yaşıldır, deməli 7 3'ü yaşıl olmuş olacaq. 4'ü isə narıncı rəngdədir və 7'də 4'ü də narıncı olmuş olur. Gəlin bələdçi bölümünə baxaq. Yazır ki, qabda neçə meyvə var? Armudlar qabdakı meyvələrin hansı hissəsini təşkil edir? Ümumilikdə qabdakı meyvələr həm armud var, həm də ki digər meyvə, məsələn alma var. Alma da yəqin ki, bəli, və yaxud da ki başqa meyvə olmuş olsun, fərqi yoxdur. Armudların sayı bizdən soruşulursa, biz ümumi meyvələrin sayını bir tam olaraq götürmüş olsaq, birinci nümunəyə fikir verin. Cəmi neçə meyvə var qabda? 5 meyvə var. 5'dən neçəsi armuddur? 2'si armuddur. Deməli, armudlar bütün meyvələrin 5'də 2 hissəsini təşkil etmiş olur. Ona görə də yazıblar. A'ya baxırsa, yəni belə deyək də, birdən baxaq, burada yazaq. A. A'da görürsünüz, qabda neçə var? 4 meyvə var. Bu 4 meyvədən neçəsi armuddur? 3'ü. Deməli, yazırıq ki, 4'də 3 hissəsi deməli yazı ilə yazmış olursunuz. Bunu bax bu şəkildə necə göstəribsə, siz də bu şəkildə yazın. Məsələn, deyirik ki, qabda 4 və olduğu kimi yazırsınız. Qabda 4 meyvə var. Yazdıq. Ondan sonra bunlardan deyirsiniz ki, 3'ü armuddur. Yazırsınız bunlardan 3'ü armuddur. Ondan sonra deyir, armudlar qabdakı meyvələrin, bax, eyni sözü yazmış olursunuz buradakı kimi. Armudlar qabdakı meyvələrin, burada 5'də 2'si yazıb, siz yazırsınız ki, neçəsi 4'də 3'ünü təşkil etmiş olur. Ona görə də, yəni burada daha bunu olduğu kimi yazar, sadəcə bunun yerinə, bax, bu 5'də 2'nin yerinə 4'də 3 yazmış olarsınız. Yazarsınız ki, 4'də 3'ü nədir? 4'də 3 hissəsi armuddur.
4-də 3 daha doğrusu 4-də 3 hissəsini təşkil edir. Tam yazımda bunu elə oradakı necə yazılacaq. Yazır ki, armudlar qabdakı meyvələrin meyvələrin 4-də 3 hissəsini təşkil edir. Bu yazını orada yazmış oluruz. Bu dediyimi A üçündə yazdıq. B üçündə eyni şəkildə yazarsınız. B üçün yazanda nə yazmış olarsınız? Görürsünüz ki, neçə meyvə var cəmi? 7 meyvə var. 7-dən neçəsi armuddur? 6. Yəni bu yazdığım 4-də 3-ün yerinə 7-də 6 yazmış olarıq. Daha sonra C üçün necə yazmış olarıq? Həmin o eyni ilə sözləri yazmış olursunuz ki, məsələn, qabda bu dəfə nə yazmış olursunuz? 5 meyvə var. Burada 4 yazılıb. Bu 4-ün yerinə 5 yazmış olarsınız. Neçəsi armuddur? 4-ü armudu, 3-ü armud yazmışsınız. 4-ü armuddu yazmış olarsınız. Armudlar qabdakı meyvələrin yazarsınız ki, 5-də 4 hissəsini təşkil etmiş olur. O şəkildə yazırsınız və bunu o cümlədən də D üçündə qeyd etmiş olarsınız. Gəlin görək birdə nə yazır? Yazır qırmızı dairələr bütün dairələrin hansı hissəsini təşkil edir? Kəsrlə deyir, ifadə edin. Birincini belə deyək, A-nı yazmaq istəsək, deyirsiniz ki, cəmi məsələn yazırsınız burada yazılı olaraq. Cəmi neçə dairə var? 4 dairə var. Yazdınız. Yazırsınız ki, hansılardır? Qırmızı. Qırmızı dairələr və ya ki, bunlardan yazarsınız ki, bunlardan eyni ilə yuxarıda yazılan kimi bunlardan neçəsi biri qırmızıdır. Və qırmızı dairələr yazırsınız. Bütün dairələrin dörddə bir hissəsini təşkil edir. Bax, eyni bələdçi bölümündə olduğu kimi yazmış olarsınız. Ola bilsin ki, müəlliminiz yəni bunun şəklini çəkmiş olsa, yəni desək ki, bunun şəklini çəkin, şəklini də çəkə bilərsiniz. Əlbəttə ki, şəklini çəkmək lazım olarsa, şəklini çəkərsiniz. Ondan sonra bu sözləri yazarsınız və yaxud da ki, şəklini çəkərsiniz, sözləri yazmaq istəməz. Yazarsınız ki, məsələn, ikinci variantı necə yaza bilərsiniz? Bunu da deyim sizə. Əlbəttə ki, müəlliminizin tövsiyəsinə qulaq asarıq. Məsələn, deyək ki, B-ni yazırsınız. İlk öncə dairələri çəkirsiniz. Neçə dairə var? 8 dairə var. Məsələn, dairələri çəkdiniz. Dairələri çəkəndən sonra rəngləyirsiniz. 8 dairədir. Neçəsi deyirsiniz ki, 4-ü qırmızı rəngdədir. Qalanları, məsələn, deyək ki, yaşıl var, sarı var. Onları da yaşıl, sarı rəngdə rənglədiz. Fikrimə diqqətlə qulaq asın. Ondan sonra da yazırsınız ki, qırmızı deməli, bütün yazırsınız burada. Bütün dairələr sayı 2 nöqtə qoyursunuz 8. Qırmızı dairələr dairələrin sayı 4. Ondan sonra da, yəni kəsrlə ifadə etsəz, yazarsınız ki, 8-də 4 hissəsi 8-də 4 hissəsi qırmızıdır. Yəni bu şəkildə biraz qısaldılmış şəkildə yazmış olarsınız. Digərində məsələn C-ni yazmaq istəsəz, C-ni də yazanda yenə də məsələn dairələri çəkmiş olursunuz. Dairələri çəkəndən sonra eyni ilə bütün dairələrin sayı olmuş olacaq burada 12-dir.
Bütün dairələr 12-dir. Bunların neçəsi 5-i qırmızıdır. Yazırsınız ki, 12-də 5-i 12-də 5 hissəsi qırmızıdır. Düz daha siz özünüz yazmış olarsınız. Bura baxırıq. Yenə də burada 12 dənə var. Burada 12 dənə idi. Bəli, 12 dənə idi. 12-dən neçəsi də 6-sıdır. Yəni D üçün də eyni ilə yazırsınız ki, 12-də 6 hissəsi qırmızıdır. İkinciyə baxırıq, görək ikincidə nə yazır? Yəqin ki, sözlərindən başa düşdünüz necə yazılır. Yazır ki, suallara cavab verin və kəsrlə ifadə edin. Düzbucaqlı fiqurların hansı hissəsi, düzbucaqlar fiqurların hansı hissəsini təşkil edir? Cavab vermiş olarsınız ki, düzbucaqlı neçə dənə var? 1, 2, yəni düzbucaqlı bilirsiniz də qarşı tərəfləri bərabər və bucaqları düz bucaq olan 4 bucaqlıdır. Neçə dənə düz bucaqlı var burada? 1, 2 dənə düz bucaqlı var. Yəni deyirsiniz ki, bütün fiqurlar 8 fiqur var. Bu 8 fiqurun ikisidir. Deyirsiniz ki, 8-də 2 isə. Yəni bunu yazdıqdan sonra sual işarəsi qoydunuz, cavab olaraq yazırsınız. Məsələn, birinci üçün sözlərin yazdığı sual işarəsi qoyuldu. Məsələn, deyək ki, yazdınız, mən də yazmıram. Aşağıda cavab olaraq xətt çəkirsiniz. Yəni cavab yazırsınız. 2 nöqtə qoyursunuz. Yazırsınız cavab. 2 nöqtə qoyursunuz. Deyirsiniz ki, 8-də 2 hissəsi düzbucaqlıdır. Bu düzbucaqlı sözündə özünüz yazın. Üstbucaqlar fiqurların hansı hissəsini təşkil edir? Bu sualda yazandan sonra eyni ilə cavab yazmış olursunuz. Aşağısında yazır ki, neçə üstbucaq var? 1, 2, 3 dənə üstbucaq var. 8 dənə fiqurdur cəmi. 8 dənədir, yəqin ki, 8 fiqurdur. 8-dən 3-ü yazırsınız ki, cavab yazandan sonra yazırsınız ki, 8-də 3 hissəsi 3 bucaqdır. 3 bucaqdır. Ondan sonra digərinə baxırıq. Digərində nə yazır? Yazır ki, üst bucaq olmayan fiqurlar bütün fiqurların hansı hissəsini təşkil edir? Üst bucaqları qoyursunuz qırığa. 3 dənə üst bucaqdır. Qalanları nə qədər qaldı? 5. Yazır ki, 8-də 5 hissəsi 8-də 5 hissəsi üçbucaq olmayan fiqurlardır. 3 bucaq olmayan fiqurlardır. Belə. Gəldik. Bax, burada artıq bəzi ədədlər verilir və ya kəmiyyətlər verilir. Onun hissəsini tam, məsələn, kəsrlə hissəsini. Məsələn, deyək ki, bizə deyir ki, 15 dənə nə var? 15 qələm var. 15 qələm. Bu 15 qələmin, məsələn, deyək ki, 3-də 2 hissəsi mavi, yəni göy rəngdə yazılır. Göy rəngdədir. Göy rəngdə neçə qələm var? Yəni belə bir sual verirsə, göy rəngdəki qələmlər neçəsini təşkil etmiş olur? 15 qələmdirsə, bunun 3-də 2 hissəsini, yəni hissəsini tapmaq istəyirsənsə, o zaman bölürsən məxrəcə, yəni 3 hissəyə bölmüş olursan, 3-ə bölürsən 1 hissəsini tapmış olsan. 15-i 3-ə böləndə, yəni 3 dənə hissədən ibarətdir. 1 hissəsi nəyə bərabər olmuş olur? 5-ə bərabər olur. Və bundan 2 hissəsi göy rəngdə olduğuna görə 5-i nə edirik? Vururuq 2-yə. Bu da eləyir neçə? 10. Deməli, tapırsınız ki, bütün qələmlərin 3-də 2 hissəsi 10-a bərabərdir. Deməli, 10 göy rəngdə qələm var. Belə yazmış olursunuz. Və yaxud da ki, burada sizin kitabınızda yazılıb 12 ədədin 3-də 2 hissəsini tapmaq üçün əvvəlcə deyir 12 ədədini 3-ə bölürük. Yəni 1 hissəsini tapırıq. Yəni 3 dənə hissəyə bölürük. 1 dənə hissəsində, yəni 1 hissəsində nə qədər olduğunu tapmış olursunuz. Görürsünüz, 1 hissəsində 12-ni 3-ə böləndə 4 etmiş olur. Bundan neçəsi 3-də 2-si lazımdır. 2 dənəsi vurursunuz ki, 2-yə bu da bərabərdir, 8 etmiş olacaq. Deməli, 12-nin 3-də 2 hissəsi 8-ə bərabər olmuş olacaq. Üçüncüyə baxırıq, ya ki, tapşırıq 3-ə baxırıq. Ya dairələrin verilmiş hissələrini tapın. A-da yazır ki,
3'də 1. Siz dairələri istəsəz çəkərsiniz. 3'də 1 hissəsi aşağıda yazarsınız. Neçə dairə var? Ya dairələrin sayı baxırıq ki 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 9'dur. Deməli 9'u nə edirik? Bölürük məxrəcə 3'ə. Tapırıq bir hissəsi nəyə bərabərdir? 3'ə bərabərdir. Və yenə də sizdən bir hissəsini soruşduğuna görə 3'ü də 1'ə vurmuş olsun. Yəni sürətə vurursunuz. Deməli belə çıxır ki, məxrəcə bölürük, bir hissəsini tapırıq, sürətə vururuq, bizdən soruşulanı tapmış olur. 3'ü də 1'ə vuranda 3 etmiş olacaq. Daha sonra məsələn B-yə baxırıq. B-də neçədir? B-də 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənədir. 10 dənə də 5'də 2'sini istəyir. Onu birinci nə edirik? Bölürük 5'ə, bir hissəsini tapırıq 2'dir. Sonra 2 hissəsini istəyir, 2'ni də 2'yə vururuq, eləyir 4. Bunu da tapmış olduq. Məsələn, C üçün də eyni şəkildədir. Neçədirsə bölərsiniz birinci 4'ə, bir hissəsini taparsınız, sonra vurmuş olarsınız 3'ə. Yəqin ki, bunu da özünüz rahat şəkildə yaza bilərsiniz. 4'də yazır, hesablayın. 24'ün 4'də bir hissəsi. 24'ün 4'də bir hissəsi. Yəni, A-nı olduğu kimi yazdıqdan sonra 24'ün 4'də bir hissəsini tapmaq üçün 24'ü məxrəcə 4'ə bölürsünüz. Bir hissəsini tapırsınız, eləyir 6. Yenə də bir hissəsini səndən istəyir, sürətə baxırsınız. Sürətdə bir hissəsini isə altında 1'ə vurduqda 6 etmiş olacaq. Daha sonra B üçün məsələm yazır. 12'nin 6'da 5 hissəsi. 12'ni 6 bərabər hissəyə bölürük. Bir hissəsinə 2 düşür. Bundan 5'i lazımdır. 2'ni də vururuq 5'ə. Bu da bərabərdir. Etmiş olacaq. 10 etmiş olur. Üçüncüsündə məsələn 28'i 7'yə bölürsünüz. Bir hissəsini tapırsınız. Sonra da o bir hissəni vurursunuz 3'ə. 3 hissəsini sizdən soruşur. Onu tapmış olarsınız. 5'də yazır ki, ədədlərin verilmiş hissələrini tapın. 18, 6 və 30'un 2'də 1 hissəsi. Məsələn, birinci tapırsınız ki, 18'in 2'də 1 hissəsi. 18'i 2'yə bölürsünüz. Bir hissəsini tapırsınız. 9 eləyir. 9'u vurursunuz. 1'ə bərabərdir. 9 eləyəcək. Və yaxud da ki, 30'un 2'də 1 hissəsini. 30'u 2'yə bölürsünüz. Eləyir 15. 15'i vurursunuz. 1'ə bərabərdir 15 etmiş olacaq. B üçün məsələn, B-də də 2 dənəsini yazaq. 50 ilə 75. Məsələn, deyək ki, 75'in B üçün yazaq da bunu. 75'in 5'də 3 hissəsi. 75'i məxrəcə 5'ə bölürük. Bir hissəsi 15 etmiş olacaq. 15'i vurarıq 3'ə bərabərdir 45 etmiş olacaq. Daha sonra 50'nin deyiriksə, 50'ni bölürük 5'ə. Bir hissəsi 10 eləyəcək. 3 hissəsi lazımsa onu 3'ə vururuq. Eləyəcək 30 etmiş olacaq. Və sonuncusunda da belədir. Məsələn, deyək ki, burada da 98'dən 56 üçün, C üçün yazmış oluruq bunu. Necə yazırıq? 98'in 7'də 6 hissəsini tapırıq. 98'i bölürük 7'yə, bir hissəsi eləyir 14. 14'ü vururuq 6 eləyir 84 etmiş olacaq. Daha sonra 56'nı bölürük 7'yə, bir hissəsi 8 etmiş olur. 8'i vururuq 6'ya, bu da bərabərdir 48 etmiş olacaq. Gəldik 6-cı tapşırığa bax. Yazır ki, hesablayın və müqayisə edin. Əvvəlcə olduğu kimi yazırsınız. Yazdıqdan sonra 48'in məsələn ki, bir dənəsini elə olduğu kimi deyəndə mən də yazım. Məsələn, yazır ki, 48'in 4'də 3 hissəsi, 4'də 3 hissəsi. O tərəfdə də 60'ın neçə 5'də 4 hissəsi. Yerləşmə nəsə bitər yazdıq. Bundan sonra əvvəlcə aşağıda 48'i bölürsünüz 4'ə, eləyəcək 12. 12'ni vurarsınız 3'ə, eləyəcək 36. Digər tərəfi də, yəni qarşı tərəfdə yazmış olarsınız. İstəsiniz və ki, altını da yaza bilərsiniz. 60'ı bölərsiniz 5'ə, 12. Daha sonra 12'ni vurarsınız 4'ə, eləyəcək 48. Burada da 36 kiçikdir 48'dən və burada da kiçiklik işarəsini yazmış olursunuz. Tam burada yazdığım kimi yazırsınız. Bir dənəsində gəl, məsələn 75'in daha sözlərini siz özünüz yazırsınız. Aşağısında 75'i bölərsiniz. Məsələn 5'də 4 hissəsini deyirsə, 75'i birinci bölürsünüz 5'ə, eləyəcək 15. Sonra 15'i vurarsınız 4'ə, eləyəcək 60. Digər tərəfdə də 90'ın 3'də 2 hissəsi. 90'ı bölərsiniz 3'ə, eləyəcək 30. 30'u vurarsınız 2'yə, bu da eləyəcək neçə? 60.
Ondan sonra da burada 60 bərabərdir 60 olduğuna görə bunların arasında da bərabər işarəsi qoymuş olarsınız. Yəni bunu siz daha özünüz yazarsınız deyə mən onu yazmadım. Bir dənəsində deyim, digərində özünüz yazmış olarsınız. Məsələn deyək ki, 100-ün 4də 3 hissəsini yazmaq istəyir. İlk öncə nə edirik? 100'ü bölürük 4'ə, eləyəcək 25. 25'i vurarsız 3'ə, eləyəcək 75. Digər tərəfdə 140'ı bölərsiniz 2'yə, eləyəcək 70. 70'i vurarsız 1'ə, eləyəcək yenə də 70. Burada da 75 böyükdür yazırsınız 70'dən. Ona görə də burada da nə edirsiniz? Böyükdür işarəsi qoymuş olarsınız. 7'yə baxırıq. 7 yazır ki, tapın. 54'ün 9'da 5 hissəsi ilə 15'in 5'də 2 hissəsinin cəmi. Bunu olduğu kimi yazırsınız. Əvvəlcə gəlin mən də burada yazırım ki, 54'ün 9'da 5 hissəsi ilə 15'in yerləşməni bu tərəfdən yazıram. 5'də 2 hissəsinin cəmi. Aşağısında 54'ü bölürsüz 9'a. Tapırsınız ki, bir hissəsi 6 eləyir. 6'nı vurursunuz 5'ə. Tapırsınız ki, 30. Ondan sonra 15'i bölürsüz 5'ə, eləyəcək 3. 3'ü vurursunuz 2'yə, eləyir 6. Daha sonra 30 ilə, burada 30 tapdıq, burada 6 tapdıq. 30'un üzərinə gəlirsiniz 6'nı, eləyəcək 36. Eyni qayda olaraq, məsələn, bir də baxaq, fərqini istəyir. Hansının fərqini istəyir? Ki, burada 9'a baxırıq. Yazır 90'ın 3'də 1 hissəsi ilə, gəlin bunu da yazaq elə buradan. 90'ın eyni olduğu kimi yazırsınız sözü. 90'ı bölürsüz 3'ə, eləyəcək 30. 30'u vurarsınız 1'ə, bərabərdir. Qarşısında da yaza bilərsiniz bu arada. Eləyəcək 30. Digərində nə edirsiniz? 135'i bölürsüz 9'a, bərabərdir 15. 15'i vurarsınız 2'yə, bu da eləyəcək 30. Bunların fərqini istəyir bizdən. Biz də fərqini tapmaq üçün 30'dan çıxırıq 30'u, bərabərdir 0 etmiş olacaq. Digərinə baxın. 21 ilə 42'nin cəminin. İlk öncə nə edirsiniz? Olduğu kimi yazdıqdan sonra yazırsınız 21 üstə gəl 42 bərabərdir 63. Daha sonra 63'ün 7'də 3 hissəsi 63'i bölərsiniz 7'yə, eləyəcək 9. 9'u vurarsınız 3'ə, eləyəcək 27. Digərində də fərqini, məsələn 54'dən çıxarsınız 36'nı, eləyir 18. 18'in 3'də 2 hissəsi. 18'i 3'ə bölüb 1 hissəsini tapırsınız. Eləyəcək 6. 6'nı da 2'yə vurarsınız. Eləyəcək 12. Davam edirik. Məsələ həlli var. 8 yazır ki, 3A sinifində 24 şagird oxuyur. Onların 8'də 3 hissəsi əlaçıdır. Sinifdə neçə əlaçı var? Deməli, ümumi şagirdlərin cəmi şagirdlər 24'dür. Bunun 8'də 3 hissəsi əlaçıdır və 3 hissəsi sənə lazımdır. Bunun üçün də 24'ü birinci bölürsən 8'ə, yəni 8 hissəyə bölündüyünü göstərir. Neçə hissəyə bölündüyünü göstərir. Məxrəc, yəni tamın. Bu eləyəcək 3. Və bu 3'ü də vurursan, yəni sənə bir hissəsini tapdın. 3 hissəsi lazımdır. 3 hissəsi 3'ə vurursan, bu da eləyir 9. Deməli 9, sinifdə 9 əlaçı şagird var. Məktəbdə parka qədər yolun uzunluğu 400 metrdir. Sxemə əsasən suallara cavab verin. Məktəbdən hara qədər? Parka qədər. Tam nə qədərdir? 400'dür. Bunun 4'də 1 hissəsi marketə qədərdir. 4'də 3 hissəsi zoo mağazaya qədərdir. İndi görək nə deyir bizə. Məktəbdən marketə qədər yolun uzunluğu neçə metrdir? Bunun üçün, yəni birinci sual cavabı tapmaq üçün ümumi 400 metrdir. Bu 400'ün əlbəttə 4'də 1 burada yazaq da. 400'ün 4'də 1'i olduğuna görə 4'ə bölmüş oluruq. Tapırıq ki 100'dür. 100'ü də 1'ə vuranda eləyəcək 100. Deməli tapsıq ki 100 metrdir.
Yəni cavab burada 100 metr olmuş oldu. Məktəbdən zoo mağazaya qədər nə qədərdir? 0, yəni buradan başlayıb 4-də 3 hissəsidir. Deməli burada 400-ü nə edirsiniz? Bölürsüz yenə də 4-ə, eləyir 100. Bu 100-ü nə edirsiniz? Vurursunuz 3-ə, bu da bərabərdir eləyəcək 300 metr etmiş oldu. Deməli bunda 300 metr oldu. Marketdən parka qədər yolun uzunluğu neçə metrdir? Marketdən parka qədər olan yolun uzunluğu. Baxın uşaqlar, bu 4də 1 hissədir bura qədər. Düzdürmü? Bundan bu tərəfə neçə hissə var? 3 hissə var. Və yaxud da ki, ümumi yoldur. Bundan nə edirsiniz? Məktəbə qədər olan yolu çıxmış olarsınız. Biz bilirik ki, ümumi yolun uzunluğu 400 metrdir. Yəni məktəbdən parka qədər. Bundan çıxarıq marketə qədər olan yolun uzunluğu, yəni 100 metri çıxmış olarıq. Bunun üçün də yazırsınız 400. Bura qədər 100 olduğunu bilirsiniz də, məktəbdən marketə qədər. Və yaxud da ki, plan kimi yazmış oluruq bunu. Gəlin belə edək də, plan kimi yazırıq. Yazırsınız ki, məktəbdən hara qədər park. Qabağında yazırsınız bərabərdir 400. Məktəbdən hara qədər marketə qədər bərabərdir 100. Buradan da market və parkı tapmaq istəyirsə sual işarəsi qoyursunuz. Bunun üçün nə edirsiniz? Əlbəttə ki, 400-dən çıxarsınız 100-ü. Bu da bərabərdir etmiş olacaq 300 metr etmiş olur. Yazırsınız ki 300. Yəni bu sualda cavabını tapmış olduq ki, bu da 300 metr olmuş olacaq. Bu qədər. Növbəti video izahda görüşmək ümidi ilə hələlik sağ olun.